Gümüşə gəldikdə, gümüş 5-ci günü, yəni o da çox sürətlə qalxmadı, amma yetərincə qalxdı. 76-600-lərə qədər qalxdı, 76-lardan alışlar idi. Bugün səhər saatlarında sürətli bir eniş oldu və yenidən 73-lərə qədər endi və yenidən qalxdı. Bugün alışlar 76-lardan yenə gələcək, amma erkən alışlar artıq 75-700-lərdən gəlmişdi. Satışlar isə 74-900-lərdən gələcək. Təbii ki, bir çoxlarca maraqlı olan Bitcoin'in alışı erkən alışlar olur, amma əsas alışlar 74-200'lərdən gələcək. Satışlar isə 73'lərdən gələcək. Və neftə gəldikdə isə, neftə təbii ki, biz bunu paylaşmışıq. Neft haqqında məlumatı paylaşmışıq. Demək, Signal kanalında və bugün nəzər çatdırır ki, neftdə alışlar, əsas alışlar 96-80'lərdən gələcək, satışlar isə 95-40'lardan gələcək.